Salam əziz abituriyentlər. Bugün sizinlə 2024-cü il 2-ci qrupların blok imtahanında istifadə olunmuş 3 maraqlı suala baxaq və bildirmək istəyirəm ki, bu suallar abituriyentlər tərəfindən ən çox səhv yazılan suallardandır. Birinci sualımız trigonometrik tənliyinin intervaldakı köklər cəmini tapındır. Əvvəlcə kosinus 2 alfa düsturunu yadımıza salaq. Bilirik ki, kosinus 2 alfa kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa şəklində yazılır. Əsas eyniliklərimizdən sinus kvadratı alfa üzərinə gəl kosinus kvadratı alfa bərabərdir 1-ə. Biz buradan kosinus alfanı təyin etsək, kosinus kvadratı alfa bərabərdir 1 çıxaq sinus kvadratı alfa yaza bilərik. Gəlin bu əvəzləməni kosinus 2 alfa düsturunda yerinə yazaq. Demək 1 çıxaq sinus kvadratı alfa çıxaq sinus kvadratı alfa yaza bilərik. Və buradan 1 çıxaq 2 sinus kvadratı alfa ifadəsi alınır ki, kosinus 2 alfanın artıq əvəzləmə düsturu təyin edildi. Misalımızı yazsaq, 4 sinus 2x üzərinə gəl 2 kosinus 4x-i 2 vuraq, 2x kimi parçalasaq, bərabərdir 3 yaza bilərik. Və kosinus 2 alfa düsturunu burada təyin etsək, 4 sinus 2x üzərinə gəl 2 vurulsun, kosinus 2 alfanın əvəzinə 1 çıxaq 2 sinus kvadratı 2x yaza bilərik. Bərabərdir 3. Demək, 2-ni mötərizəyə vurub atsam, 4 sinus 2x üzərinə gəl 2 çıxaq 4 sinus kvadratı 2x bərabərdir 3 yaza bilərik. Verilən ifadələri sağ tərəfə keçirsək, demək, 4 sinus kvadratı 2x çıxaq 4 sinus 2x müsbət 2-ni sağ tərəfə keçirib 3-dən çıxsaq, üzərinə gəl 1 bərabərdir 0 şəklində bir ifadə alınır. Burada biz sinus 2x-ə hər hansı bir t deyə bilərik. Onda 4t kvadratı çıxaq 4t üzərinə gəl 1 bərabərdir 0 ifadəsi alınır ki, bilirik ki, bu ifadə 2t çıxaq 1-in kvadratının açılışıdır. Buradan 2t çıxaq 1-ə 0 desək, 2t'miz 1-ə, t isə 2-də 1-ə bərabərdir. Demək, t-nin qiyməti artıq təyin olundu. Əvəzləmə etdiyimiz ifadədə yazsaq, demək, sinus 2x bərabərdir 2-də 1 tənliyi alınır. Bilirik ki, trigonometrik tənliklərin həllində 2x bərabərdir, demək, mənfi 1 üstündə k, 2-də 1 qiymətini sinus demək 30 dərəcədə aldığı üçün pi bölünsün 6 üzərinə gəl pk ifadəsi yazılmalıdır. Hər tərəfi 2-də 1-ə vursaq, x bərabərdir mənfi 1 üstündə k, pi bölünsün 12 üzərinə gəl pk bölünsün 2 ifadəsi yaza bilərik. Dərəcəyə görə sadələşdirmə etsək, x bərabərdir mənfi 1 üzərində k, demək pi bölünsün 12 15 dərəcədir, üzərinə gəl 90 dərəcə vurulsun k. Və bu şəkildə bir ifadə aldıq. İndi bizdən x-in 0-90 aralığındakı köklərinin cəmini istəyir. Biz əvvəlcə k-ya 0 desək, ifadəmiz demək x bərabərdir mənfi 1 üstündə 0 vurulsun 15 dərəcə, üstə gələk 90 vurulsun 0, yəni 15-ə bərabərdir. 2, k bərabərdir 1 olarsa, k-nın yerinə 1 qoysaq, bu halda mənfi 1 üstündə 1, yəni x bərabərdir mənfi 1 üzərində 1 vurulsun 15, üstə gəl 90 dərəcə vurulsun 1. O da bərabərdir, demək mənfi 15 üzərinə gəl 90, müsbət 75 dərəcə. Və bundan sonraki qiymətləri, məsələn 2 qoysaq, artıq bilirik ki, 15 üstə gəlir 180, 195 dərəcədir. Mənfi 1-i qoysaq, eyni şəkildə mənfi 0-dan kiçik ədədlər alınır. Demək, burada uyğun qiymətlərimiz 15 dərəcə üstə gələk 75 dərəcə bərabərdir 90 dərəcə olduğu alınır ki, bu da bizim birinci misalımızın həlli. Davam edək, ikinci misalımızın həlli ilə tanış olaq. Şagirdlər, ikinci sualı daha aydın izah edə bilmək üçün, yəni KS düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu desək, məsələ sizə tam aydın olmaya bilər. Ona görə də verilmiş şəkli
düzbucaqlı paralellepiped və ya kub üzərində çəkərək sizə aydın şəkildə izah etmək istəyirəm. Demək, əvvəlcə şəkildə görürük ki, həqiqətən də KC diaqonalı CD düz xəttinə perpendikulyardır və bu arada KC diaqonalı KBMC düzbucaqlısının diaqonalıdır. Burada sahəmizin, yəni S üçbucaq KCD-nin sahəsinin 32,5-ə bərabər olduğu verilibdir. Bəs üçbucağın sahəsi necə təyin olunur? 2-də 1 tərəfimiz CD vurulsun KC. O da bərabərdir 32,5 olduğunu yaza bilərik. Buradan CD-nin ifadəsi 5-dir. 2-də 1 vurulsun 5 vurulsun KC bərabərdir 32,5-ə. Hər tərəfi 2-yə vursaq 5KC bərabərdir 65-ə. Buradan KC bərabərdir 13. KC-nin ifadəsi 13 olduğu alınır. KC-nin əvəzinə 13 yazsaq, bizim BC tərəfimiz isə kvadratın tərəfidir. Yəni oranın da 5-ə bərabər olduğunu bilirik. Bu halda bizdə BK tərəfi, yəni bunu hər hansı bir h-la ifadə edək. Pifaqor teoremi tətbiq etsək, h kvadratı üzərinə gəl 5-in kvadratı bərabərdir 13-ün kvadratına. Bu haldan h kvadratı bərabərdir 169 çıxaq 25-ə, h kvadratı bərabərdir 144-ə, h bərabərdir 12 olduğunu alırıq ki, demək BK uzunluğumuz h-a, o da 12-yə bərabərdir. Növbəti sualın izahına keçək şagirdlər. Növbəti sualımız isə ehtimalla bağlı olan bir sualdır və burada xüsusən diqqət etməyimiz lazımdır ki, torbada eyni ölçülü 4 qırmızı, demək 4 qırmızı və 3 qara kürəcik var. 3 qara kürəcik var. Bu torbadan təsadüfən 5 kürəcik götürülür. Demək, ümumilikdə bizim 7 kürəciyimiz var və biz onlardan 5-ini götürürük. Bu bütün hallarımızdır və torbada bir qara və bir qırmızı kürəciyin qalması ehtimalı. Bu o deməkdir ki, şagirdlər, biri qara qalırsa, demək 2 qara götürdüm. Demək, bir qırmızı qalması, yəni 3 qırmızı götürdüm deməkdir. Götürdüm. Artıq bunun ehtimalını hesablamamız lazımdır. Demək, şagirdlər, birinci ümumi ehtimalımızı tapmaq üçün bütün hallar kombinizon 7-dən 5. Mən qırmızı götürmək istəyirəm. 4 qırmızıdan 3-ünü. Onda kombinizon 4-dən 3 vuraq. 2 qara götürməyim ehtimalım isə kombinizon 3-dən 2-dir. Burada sürətin ifadəsi sadədir. 4-dən 3 4-dür. 3-dən 2 3-ə bərabərdir. 7-dən 5-ə hesablasaq, demək yuxarıda 7 faktorial, aşağıda 5 faktorial, vuraq 2 faktorial yaza bilərik. Sürəti biraz sadələşdirsək, 5 faktorial, vuraq 6, vuraq 7, məxrəcdə isə 5 faktorial, vuraq 2. 5 faktorialları ixtisar etsək, 2 ilə 6-nı ixtisar etsək, demək 3 vurulsun 7 ifadəsi alınır. Məxrəcdə 3 vurulsun 7-ni yazsaq, 3-ləri ixtisar etsək, 7-də 4. Demək, torbadan eyni ölçülü 4 qırmızı və 3 qara kürəcik var. Bu torbadan təsadüfən 5 kürəcik çıxarılır. Torbada bir qara və bir qırmızı kürəciyin qalması hadisəsinin ehtimalı 7-də 4-ə bərabərdir. Ümumiyyətlə şagirdlər, ehtimal sualları, fəza sualları, trigonometriya ilə bağlı olan suallar, bu tipli suallar işləyərkən diqqətli olun. Kiçik səhviniz doğru olmayan nəticəyə gətirib çıxara bilər. Əgər videomuz sizlər üçün faydalı oldusa, mütləq bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.